Salam, mən Həmzət Bayno Şəki şəhərindən gəlmişəm, Real Hospitala. Məsləhət bildilər ki, Azər doktor güclü bir həkimdir, boğazımda düyünlü zob var, hər şeydən qorxurdum. Bütün xəstələr də mənə məsləhət verdilər ki, Azər həkimin yanına gəlim. Bugün əməliyyatımızdır. İnşallah ki, hər şey yaxşı olacaq. Əməliyyatımız başladır. Xəstədə nədir? Yəni xəstənin sol payında böyük ölçülü bir düyünü vardır. Və bizim planlaşdırdığımız əməliyyat qalxanvari vəzin hər iki payda düyün olduğu üçün total-tiroidektomiyadır. Total-tiroidektomiya qalxanvari vəzin tam xaric olunması əməliyyatına deyilir. Yəni burada hər hansı bir toxuma saxlanılmır qalxanvari vəzə. Çünki əgər biz toxuma saxlayırıqsa təkrar əmələ gələ bilər. Burada biz nə edirik? Loskut hazırlandıqdan sonra yuxarı aşağı loskut. Boynun ikinci, üçüncü fasiyası var. Hansı ki bunlar orta xəttdə birləşir. Həmən fasiyanı boylama olaraq kəsirik. Və istifadə etdiyimiz cihaz da koterdir. Bu həmin kəsir, həmin damarları yandırır, koagulyasiya edir. Ki əməliyyat sahəsində hər hansı bir qanaxma olmasın. Artıq əməliyyatımız bitdi. Xəstənin hər iki payındakı olan düyünlər tam xaric olundu. Əməliyyatımız uğurla yekunlaşdı. Allah xəstəmizə şəfa versin. Salam, dünən mən operasiya olundum. Bugün isə yaxşı vəziyyətdə evimizə gedirəm. Onun üçün Real Hospitala çalışanlarına çox təşəkkür edirəm. Ən başlıcası səmimi, bacarıqlı, ali savadlı həkimim Azər Hümmətova və onun bütün kollektivinə çox təşəkkürümü bildirirəm. Allah razı olsun. Çox sağ olun, var olun. Yaxşı sizi tanıdım.